Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi salamlayıram. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. 26 may 1 iyun aralığının bu 2 ayın ara kəsməsinin həm ictimai, həm də astroloji proqnozlarını sizlərə çatdırmaq istəyirəm. Bu ərəfə, bu həftə dünya üçün, ölkəmiz üçün ümumiyyətlə çox saylı hadisələrin, biraz da gərginliyə çəkən hadisələrin belə deyim, epicentri olacaq. Bu həftə bəlkə də 2025-ci ilin sonraki müddətinin təyin olunması olacaq və bu da düşünürəm ki, həm ən çox bizi narahat edən münaqişəli, hərbi münaqişəli bölgələrdir. Yavaş-yavaş Rusiyanı sıxırlar. Düşünürəm ki, ümid eləyirəm ki, daha doğrusu bu baş verəcək yadda qalan olaylar. Nəhayət ki, bu 3 ildən artıq 4 ilə az qala yaxınlaşan müharibənin yekunlaşmasına səbəb olacaq. Ümid eləyək ki, digər münaqişələr də beləcə dayanacaq, beləcə öz nəticəsinə çatacaq. Amma ümumi fərdi zəmində bu həftə daha çox istirahət ərəfəsi kimi göstərilməkdədir. Çünki aktiv iş həftəsi deyil sanki. Bayramlara düşsəydi, düzdür, bayramlar da var. Amma bayramlara düşsəydi daha yaxşı olardı düşünürəm ki. Çünki aktiv yeni işə başlamaq, riskli işlər istiqamətində o qədər də fəal bir zaman kəsimi deyil. Hər halda yaşayarıq görərik. İndi isə keçək bürclərin proqnozlarına. Təbii ki, bəzi bürclər var ki, dediyimiz ümumi tendensiyalarla uzlaşmır. Çünki hər kəsin öz baxışı var. Gəlin bürclərə baxaq. Qoç bürcü. Astroloji göstəricilər bu ərəfəyə böyük ümidlərlə yanaşdığınızı bəyan edir. Konkret olaraq mayın 27-sindən bütün sahələrdə uğurlarınız mümkündür. O vaxta qədərsə əsas enerjinizi münasibətləri yaxşılaşdırmağa yönəldin. Boş məsrəflərə isə ciddi pul xərcləməyin. İstirahət günlərini doğmalarınızla keçirin. Boğa bürcü. Maliyyə problemlərinizin artdığı bu ərəfədə özünüzü üzməməlisiniz. Çünki göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Belə ki, mayın son 2 günündən başlayaraq köhnə dostlarınızın köməyi ilə mövcud çətinliklərinizi dəf edəcəksiniz. Ataların dediyi kimi hər şeyin təzəsi dostun köhnəsi fikrini təsdiqləyəcəksiniz. Pulla bağlı da problemləriniz olmamalıdır. Əkizlər bürcü. 2025-ci ilin bəxtinizə düşən ən uğurlu ərəfəsi artıq yetişməkdədir. Nəzər alın ki, həm də artıq sizin bürcünüzün hökmranlığıdır. Hamıdan güclü, şanslı və enerjilisiniz. Bunu mayın 27-sindən özünüz də hiss edəcəksiniz. Xüsusən də fəaliyyətlə bağlı uğurlu məqamlarınız artacaq. Evinizə təzə nəsə almaq istəsəniz, məhz bu ərəfəni seçin. Aldığınız hər bir təklifi razılıqla qarşılamağa çalışın. Xərçəng bürcü. Ümumi məziyyətlərinə görə düşərli həftə hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdən isə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək. Amma mayın 27-sində qonşu və qohumlarınızla münasibətlərinizə xələl gələ bilər. Bunu nəzərə alıb biraz müdrik olun. Dinə riayət etməyi də unutmayın. Şir bürcü. Mayın 29-u və iyunun 1-i sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Həftənin qalan günlərini isə normal şəkildə başa vuracaqsınız. Şənbə günündə əyalətlərimizə səfər etməyiniz yaxşı olar. Təcrübəniz olmayan işlərə isə girişməyin. Qız bürcü. Çərşənbə gününə qədərki müddəti neytral şəkildə başa vurmağa çalışın. Çünki göstərilən ərəfədə müəyyən xoşagəlməzliklər baş verə bilər. Xüsusən də pulla bağlı söhbətlərdə ehtiyatlı olun. Nəzər alın ki, bu ərəfə daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Uzaq səfərləri isə mümkün qədər təxirə salın. Tərəzi bürcü. Astroloji göstəricilər Respublika gününə qədər, yəni 28 maya qədər səhhətinizlə bağlı problemlərin yaranacağını bildirir. Odur ki, orqanizminizə uyğun olmayan işlərdən uzaq olun. Sonraki günlərdə isə, yəni 28-dən sonraki günlərdə isə çoxsaylı sürprizlərlə rastlaşacaqsınız. Nə vaxtdan bəri pulla bağlı olan çətinlikləriniz tədricən aradan qalxmağa başlayacaq. İstirahət günlərində müqəddəs yerləri ziyarət edin. Əqrəb bürcü. Hiss olunur ki, mayı kasıbçılıq içində başa vurmaqdasınız.
Amma darıxmağa lüzum yoxdur. Ən az ona görə ki, göy qübbəsi yeni ayda maddi durumunuza müsbət təsir göstərəcək. Ayın 29-dan başlayaraq əsas vaxtınızı yalnız bu amilə sərf edin. Ağlınız kəsməyən işlərə girişməyin. Axşamlar isə təmiz havada olmağınız vacibdir. Ox atan bürcü. Ulduzların düzümü mayın 29-dan iyunun 1-nə qədər xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bu kimi şansları qaçırmamaq üçün özünüzdə aktivlik göstərməlisiniz. Əgər daxilinizdə paxıllıq və egoistlik varsa, qısa zamanda ondan təmizlənin. Yoxsa xoş məqamlar sizdən uzaqlaşa bilər. Əgər bunu bacarsanız, uğurlu bir həftə yaşayacaqsınız. Oğlaq bürcü. Sağlıq durumunuz imkan versə, bu həftə paralel olaraq bir neçə işin öhdəsindən gələ biləcəksiniz. Şəxsi həyatınıza hakim kəsilən problemlərə də işıq düşəcək. Bu aralıqda qonaqlıqlar, birgə gəzintilər, səfərlər sizə yalnız ruh yüksəkliyi verə bilər. Az yaşlılara xüsusi diqqət yetirin. Su tökən bürcü. Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin. Təxminən mayın 28-dən başlayaraq şərikli iş görmək üçün şanslarınız artacaq. Bundan maksimum yararlanmağa çalışın. Allahın buyurduğu savablardan da istifadə edin. Balıqlar bürcü. Yeni həftənin gəlişi çoxları kimi sizin də taleyinizdə əsaslı rol oynayacaq. Bayram günü və mayın 30-da gözlənilməz təsadüf nəticəsində mövcud problemləriniz aradan qalxmağa başlayacaq. Ən az o aradan qalxmağına işıq düşəcək. O vaxta qədərsə ayın ilk yarısından yarımçıq qalmış problemlərinizin aradan qaldırılmasına çalışmalısınız. Daxili inamınızı bərpa edin. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.